Məlumat üçün. Bugün işğaldan azad ərazilərə növbəti köç reallaşıb. Ağdamın Sarıcalı kəndinə 39 ailə, 169 nəfər, Xocalının Ballıca kəndinə isə 15 ailə, 68 nəfər köçürülüb. Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı bərpa və quruculuq layihələrində çalışan, müxtəlif sahələrdə fəaliyyət göstərən mütəxəssislər də daxil olmaqla ümumilikdə 40 mindən çox insan yaşayır. Bundan gözəl iş nə ola bilər? Bu, həqiqətən də sözün əsılməsinsə, əsil sevinçdir, bizim üçün bayramdır. Hər yeri görmək istəyərəm. Bir həftədir mən yuxu yatmıram, oranın həsrəti ilə yaşayıram, gedim görüm, biraz rahat olum. Yoldaşımla, ballarım rayondadır, gələcək Allah qoysa. Ən çox Qarabağ zonasının hər tərəfini görmək istəyirəm. Şuşanı, Laçını, Kəlbəcəri, Ağdam, Sarıcalı kəndi öz yerim, öz torpağım. 39 yaşım var orada çıxanda. İndi 72 yaşım var.